Səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot asistentli laparoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub. Mərkəzin baş direktoru akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib. Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sayəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər. Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmə imkanı yaradır. Robot asistentli cərrahiyyə prosesi ilə tanışlıqdan sonra Səhiyyə naziri Teymur Musayev bildirib ki, Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Onun sözlərinə görə müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir. Bugün biz həmən möhtəşəm bir əməliyyatxanada ən müasir avadanlıqla icra olunan, nəinki Azərbaycan üçün, bütün region üçün böyük bir ilkin şahidi olduq. Milli Onkologiya Mərkəzinin başda akademik Cəmil Əliyevin olmaqla bütün kollektivini səmimi qəlbdən təbrik edirəm və ölkəmizin səhiyyəsi üçün böyük bu addım münasibəti ilə təbrik edirəm. Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsində Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub. Robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq olunan bir sahəsidir. Təbii ki, milli kadrların bu sahədə hazırlanması böyük əhəmiyyət kəsb edir və biz əminik ki, Milli Onkologiya Mərkəzimiz artıq belə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Təbii ki, mərhələli şəkildə digər müəssisələrimizdə də bu üsulun tətbiqi nəzərdə tutulur.